Salam əziz Sport 1 izləyiciləri, ötürmə yenidən efirdədir. Həmişəki kimi mən İlkin Sultanlı və daimi ekspertlərimizdən olan Kamal Bayramov sizinlədir. Yenidən xoş gəlmisən Kamal. Xoş gördük. Ötən həftə çox qaça-qaça düşdük. Həm Azərbaycan Kubokunun 8-də 1 final görüşləri, həm Çempionlar Liqası həyəcanı, həm Azərbaycan Premyer Liqa həyəcanı. Həqiqətən bu 10 gün ərzində aşağı-yuxarı bir 10-dan çox qarşılaşmanı yenində demək olar ki, izlədim və sözün əsl mənasında yorucu bir həftə oldu. Amma əsəblərimizin sakitləşməli olduğu, sevinməli olduğumuz bir məqam var idi ki, Qarabağ Ajaxla görüşürdü. Çempionlar Liqasının belə deyək, artıq liqa mərhələsi adlanan bir mərhələdə. Burada qələbə bizim üçün çox vacib idi, amma Ağdam təmsilçisi 5 oyunda 5 məğlubiyyəti olan Ajaxa, Niderland çempionu Ajaxa məğlub oldu. Nə gördün qarşılaşmada? Ümumiyyətlə Qarabağ demək olar ki, yəni pis futbol sərgiləmədi. Yəni bir nöqtəyə qədər pis futbol sərgiləmədi. Futbolda belə şeylər olur. Dəyişikliklər istənilən gücü komandaya qata bilmədilər. Düşünürəm ki, hansı ki futbolda yəni hər vaxt etdiyin dəyişikliklər komandaya məsələn güc qata bilər və yaxud əksini də verə bilər. Dünənki futbolda belə bir şeylər baş verdi. Bu normal haldır. Yəni buna qədər də görmüşük ki, Qurbanozanın dəyişiklikləri olub, hansı ki komandaya yaxşı güc qatıblar. Amma bu gün əksinə oldu. Ola bilər ki, futbolçuların performansı o səviyyədə olmadı, ya psixoloji özlərini o qədər hazırlaya bilmədilər. Düşünürəm ki, Qarabağ maksimum etdi. Yaxşı futbol oynadı. Bir 10-13 dəqiqə vaxtımız var idi ki, hansı ki qələbəni qazana bilərdik, amma sonradan oyuna girən futbolçular istənilən gücü komandaya qata bilmədilər. Futbol ictimaiyyəti daha çox müzakirə edir. İki məqamı Nəriman Axundzadənin sən dediyin kimi sonradan oyuna daxil olması və istənilən performansı sərgiləyə bilməməsi və qarşılaşmanı Qurban Qurbanovun uduzması. Başlayaq ikinci məsələdən. Səncə taktiki cəhətdən Qurban Qurbanov məğlub oldumu rəqibinə? Açığı ümumiyyətlə o həmin şəxs də baş məşqçi deyil. Baş məşqçi əvəzləyicisidir. Yəni komandanın sırf baş məşqçisi deyil və o özünü göstərməyə can atırdı ki, yəni Ajaxda qalsın. Peşəkar ilk oyunudur demək olar ki, ilk oyunlarından biridir. Taktiki və belə deyək də, taktiki cəhətdən Qurban Qurbanov həmin şəxsi uduzdumu Ajaxın baş məşqçisinə? Mən belə deməzdim. Qurban müəllimin həmişə yəni bir oyun üslubu var ki, hansı ki onu yüksək səviyyədə komanda yerinə yetirir və dünənki oyunda da məğlub olduğu durumda da belə yəni öz oyun üslubundan çönmədi. Sadəcə olaraq yenə də qeyd etmək istəyirəm orada. Hər dəfə məsəl üçün istədiyin futbolçuları meydana buraxıb istədiyin keyfiyyəti almaq da olmur. Yəni futbolçunun həmin gün o futbolçunun günü deyildi. Düşünürəm ki, hər şey qaydasında idi, hər şey normal etmişdi. Amma əvəz etmələrdə hansı ki o futbolçular girdi meydana, o gücü verə bilmədilər. Yəni taktiki, texniki baxımdan komanda hər şey normal idi. Yəni yaxşı da futbol oynayırdı. Sadəcə olaraq komandaya güc qatmaq üçün daxil olan futbolçular həmin gün onların günü deyildi. Mən açığı oyunda belə deyək də bir hesabda öndə oluruq. Qarabağ müdafiə olunur, Ajax hücuma keçirdi. Mən Qarabağın oyunlarını belə deyək də olar bir 18 ildən çoxdur ki, Avrokubok oyunlarını izləyirik və həmişə müdafiə meylli, yəni futbol sərgiləyəndə, qapananda Qarabağ nə zaman ki qapanmağa doğru gedir, Qarabağ dərhal qol buraxır, dərhal hesabda geri düşür. Sanki komanda ancaq açıq futbol oynamaq üçün belə deyək də formalaşıb, ancaq açıq futbolda özünü yaxşı tərəfdən göstərə bilir. Bir də diqqətimi çəkən məqamlardan biri Addayın sol cinahda daha çox oynamasıdır. Nəinki Elvin Cəfərquliyev Zubir tandemi daha yaxşı alınır, nəinki Adday Elvin Cəfərquliyev. Mən düşünürəm ki, Adday playmaker kimi oynasa daha yaxşı xeyir verər Qarabağa, nəinki sol cinah wingeri kimi. Bu oyunda da qarşılaşmadan sonra Ajaxın baş məşqçisi bildirir ki, biz Qarabağın zəif nöqtələrini
harda boşluq olduğunu bilirdik. Həmin nöqtələrdən də bizim üzərimizə gəldilər. Sol cinahdan gəldilər. Çünki Elvin o boşluğa yetişirdi. Əslində Addayı birinci qarşılamalı idi. Sonra bir müəyyən hücumlarda o yaşlı olsa da o prosesləri, o mərkəzə qədər gəlmək işin özlərinə götürür. Amma Addayı bunu eləyə bilmədi bu oyunlarda və son 2 qolda sırf həmin epizodlardan, həmin boşluqlardan qol buraxıldı. Nəriman Axundzadə məsələsi daha çox qabardılan məsələdir. Hətta kapslər yaradırlar, həm də memlər yaradırlar. Çox böyük baskı var Nərimanın üzərində. Sən nə demək istəyərdin Nərimanın performansı haqqında? Yəni bugün bizim futbolumuzun yetişdirdiyi, yəni perspektivli gənclərdən biridir də. Yəni o qədər də mən deməzdim ki, Nərimanın oyunları olub ki, hansı ki bizə vacib qələbələrdə qollarını vurub. Bugün biz indi azarkeşlər də ola bilsin məni qınayacaq. Amma biz ümumi futbol ictimaiyyəti olaraq Nərimanın üstünə getmişik də. Yəni bu bir insanın üstünə ən azından bir evdə fikirləşib, bir 2 nəfər ailə üzvündən bir evdə birinin üstünə təzyiq eləyəndə, yəni qərarlarında çox yanlışlıqlara yol verə bilər də. Nəriman özümüzünkidir, yəni bizimdir, bizim futbolun yetirməsidir. Ola bilər bugün potensialı tutaq ki, Qarabağda oynayan digər futbolçular kimi o qədər də yüksək səviyyədə deyil, amma üzərinə getdiyimiz qədər, üzərinə nə qədər gedəcəksə, bir o qədər də biz onu demək olar ki, quyunun dibinə aparacağıq. İnşallah ki, yəni Qarabağda və yaxud başqa bir klubda yəni öz potensialını açacaq, amma ümumi olaraq bizim öz millətimizdəndir, bizim futbolçudur. Yəni biz də çalışmalıyıq ki, Nərimana dəstək olaq. Ola bilsin hansısa oyunlarda, yəni dünənki oyunda da, digər oyunlarda da hansısa performans aşağıdır, amma bunun ən böyük də səbəblərindən biri bizim kütlə olaraq da Nərimanın üstünə böyük baskımız var. O da gəncdir və onları oxuyur, ən azından eşidir, bilir, psixoloji olaraq gərginlik yaradır. Və Kamal, biz nəyi dərk etməliyik? Biz nə istəyirik Qarabağdan? Yəni play-off'a çıxmaq istəyirik. Yəni püşk atılanda biz deyirdik ki, şəxsən mən deyirdim ki, Kopenhageni utsaq, şükür edək. Kopenhagen ən maksimum xalımız 3 xal ola bilər. O da Kopenhageni udaraq. Sadaladığımız bütün bizə düşən bütün rəqiblərin bizdən üstün olduğunu bilirdik. 5 oyun məğlub olan Ajax'ın sektoru, azarkeş sektoru doluydu. 1500 azarkeş gəlmişdi. Mən onu qeyd eləyəcəydim. Çünki mən ona baxdım, yəni 5 oyun məğlub olur və o azarkeş 90 dəqiqə dayanmadan məğlub olduğu halda da yenə onu dəstəklədi. 5 oyun məğlub olan Ajax'ın 17 yaşlı futbolçusu Sean Steyer debüt edir Çempionlar Liqasında 17 yaşında. Biz 21 yaşında Nərimanın gələcəyini fikirləşirik. Yəni artıq biz başa düşməliyik ki, bu Çempionlar Liqası bizim üçün sadəcə ən elit, ən yuxarı səviyyəli bir yerdir. Biz burada yaxşı olmaqdan ötürü Qarabağın 20 milyon büdcəsinə, 25 milyon büdcəsinə, olsun 30 milyon büdcəsinə, yəni komanda ümumi transferlənən büdcəsinə wow gözü ilə baxmamalıyıq. İnsanlar milyardlar xərcləyir. Məsələn, Qalatasaray milyardlarla demək olar ki, artıq 300-400 milyon pul xərcləyib. Elə tək futbolçusu Osimhenə 75 milyon pul xərcləyib və aşağı yuxarı Qarabağla eyni xal yığıb, 9 xalı var. 7 xal da Qarabağdadır. Biz Azərbaycanda yaşamırıq. Qarabağı nağıllar dünyasının bir komandası kimi təqdim etməyə çalışırıq, amma belə deyil. Bu Azərbaycan klubudur. Burada stadionları olmayan Azərbaycan Premyer Liqasının təmsilçisidir. Burada keyfiyyətli futbolçuları olmayan Azərbaycan Premyer Liqasının təmsilçisidir. Normal hakimləri olmayan Azərbaycan Premyer Liqasının təmsilçisidir. Çempionat oyununu tam keçirə bilməyən bir Azərbaycan. Biz uşaq futbol məktəbləri olmayan bir Azərbaycan təmsilçisidir. Və orada da biz öz Azərbaycanımızdan biz yüksək səviyyədə, yəni biz azarkeş haqlıdır. Azarkeş həmişə ən yaxşısına layiqdir. Amma haqlıdır. Bizim potensialımız, yəni barışmalıyıq ki, bizim potensialımız. Yox, mən indi o uşaq futbolu məsələsinə qayıdacağam. Dünən sosial şəbəkələrdə, TikTokda meyxanaçılar yığışıblar oyuna. Yəqin ki,
bilet tapa bilməyiblər, klubdan istəyə bilməyiblər, ala bilməyiblər. Yığışıblar bir restoranların birində, oyuna baxıblar. Oyundan sonra Balali qalib deyir ki, çəkiblər də. Balali qalib deyir ki, Nəriman oyunçudur ki, nə vaxt Nəriman var, əsəbləşib uduzduğumuza görə. Nəriman kimi oyunçusu olan komanda uduzmalıdır da. Birincisi Balali getsin meyxanasında məşğul olsun. Yəni mənim üçün də Balali normal meyxanaçı deyil ki, gəlib belə söhbətlər edir. Ayarman heç olmasa Balaliyə söz dedirtmə də sən. Başa düşürsən, yəni nə demək istəyirəm? Yəni 3 dənə epizod düşürsən ayağa. Birində arxanda qalır, birində qabağında qalır, birində topu axtarırsan. Və gör o qədər vəziyyətə salmısan ki, yəni Balali qalib sənə deyir ki, yəni onun da kütləsi var. Aşağılamıram şəxsiyyət olaraq da, hörmətimiz də var. Amma yəni gəlib normal meyxananı deyə bilməyən bir adam da sənə deyir ki, yəni maksimum belə deyək də sənin Braqa ilə oyunda götürdüyün pulu karyerasında bəlkə götürməyib də bu. O premiyanı yəni bir toydan götürə bilməyib də. 20, 30, 100 toya gedib ki, o premiyanı götürsün. Bu adam gəlir səndən mırtdaşır. Məzələnir ki, bu nə vaxtdan futbolçu olub? O oyuna göstərir ki, sən futbolçusan da. Yəni bunu özün şərait yaradırsan. Yəni adam da belə əsəb keçirir. Onsuz da əsəbləşmişdik ona görə. Həm də gəlib bütün gün baxırsan ki, görəsən kim nə deyir, kim nə paylaşıb. Ümumiyyətlə Qarabağ rəhbərliyinə buradan müraciət etmək istəyirəm ki, sən Allah bu tüşlərdən canımızı qurtarın da bizə. Bu tüşlər Türkiyə mediası bezdirir bizi. Biri gəlir, hər ancaq 44 nömrə, 44 nömrə. 44 bizim üçün, yəni o 44 nömrəli forma bu qardaşa vermək lazımdır, Aqilə vermək lazımdır. Yəni özləri bilirlər nəyə görə deyir, amma hər gələn adama 44 nömrəli formanı verirsiniz, heç anlamını da başa düşmürlər. Biri deyir, mənim yaşıma görə uyğun verirlər bu 44 nömrəli formanı mənə, götürür, o birisi izah edir ki, yox, Qarabağ müharibəsi 44 günlük. Biri deyir, bu tüşlərdən canımızı qurtarın da bizim. Vallahi qəbul eləməyin. Qəbul edirsiniz, paylaşmayın. Nəyə lazımdır axı biz? Vallahi bu tüşlərin bu danışıqları zadı bizi. Yəni Qarabağ gözə gətirdi. Normal oyun oynayırdıq. Ulduzluq belə şeyi qaldırdılar bizdə. Yəni euforiyasını qaldırdılar. Bütün günü hər dəfə forma paylayırlar. Bir dənə balaca uşaq gedib Kadiyə yaxınlaşıb desə ki, mənim imkanım yoxdur, mənə forma verin. Verməyəcəklər. Türkiyədə bütün jurnalistlərə, blogerlərə 44 nömrəli forma paylayırsınız. OK, forma paylamaq istəyirsiniz, götürün 44 nömrənin xüsusi buraxılış kimi eləyin. 1 milyon dənə gətirin, 1 milyon qaçqın uşağı var. Verin paylayın onlara, çıxsın getsin. O Türkiyəli blogerin, Türkiyəli jurnalistin forma almağa ehtiyacı mı yoxdur? Adamlar bezdirirlər. Bu Qarabağdan davam edir. 19 komandası yenə də məğlub oldu. Ajaxa 8 dənə vurdular yenə bizə. 6 oyuna 30 gol buraxmışıq, 1 gol vurmuşuq. Böyük bir nailiyyətdir Azərbaycan futbolu üçün, dırnaq arası. Bu 19 komandası 3 dənə legioner var, Afrikalı. Yəni biz onsuz da bilirdik də bu 30 dənə buraxacaqlar. Bu Afrikalılara niyə pul verdilər? Aşağı yuxarı bildiyim qədərilə 100 minə yaxın pul xərcləyiblər də o futbolçulara. Aşağı yuxarı. Bəlkə də az xərcləyiblər. Yəni 10 min xərcləsələr belə çoxdur. Amma mən bildiyim qədərilə 100 minə yaxın pul xərcləyiblər. Onu elə akademiyanın daha da hər dəfə Tahir Gözəl danışır ki, akademiyamız belə inkişaf edir, yeni rəhbər gətirmişik. Yeni rəhbər gətiriblər, amma 15 yaşındakı oğlun qoyub 19 komandasının Ajaxın oyuna qapıya. Yəni 15 yaşında futbolçunun 19 komandasında nə bilim, sən daha yaxşısan, sən danış. Mən qəbul edə bilmirəm. Mən başa düşə bilmirəm. Bilal, orada bax əsas birinci burada başlayaq bu bizim aşağı yaş tək Qarabağı götürməyək də. Yəni bu bizim Azərbaycanın gələcək futbol nəslidir. 19 yaşlarımız, yəni 30 top, bir dənə top vurmuşuq, 30 dənə buraxmışıq. Bu bizim yəni bu indi azarkeşlərimiz biz futbolçulara, futbol adamlarına çıxırlar sosial şəbəkələrdə tənqid, təhqir. Bu gələcəkdə bizə olan yəni söyüşlərin sayının çoxalmasıdır. Bunu mən rahat şəkildə belə deyirəm. Bu komandada bir 11 dənə Nəriman var. Hə, yəni bu bizə gələcəkdə daha da bizə gələcəkdə söyüş faizlərinin artması deməkdir. Mən belə başa düşürəm ki, yəni bizim gəncliyimiz bugünkü gündə, yəni tək Qarabağda nəzərdə tutmuram, yəni bu 30 topdan nəzərdə tutmuram. Biz gələcəkdə futbolumuz biz inkişaf edirik və hara gedirik, bax bunun göstəricisi burada atamız. Bilala qaldıqda, Bilal uşaqlığından tanıyıram. Bilal həqiqətən potensiallı qapıcıdır. Mən gözümün qabağında böyüyüb Bilal
potensiallı qapıçıdır. Bu gün indi məsəl üçün qoyublar orada 19-larda durur, onun 15 yaşı var hal-hazırda. Öz yaş qruplarında ən yaxşılardandır. Öz yaşı. Amma bu Bəli, Agil müəllim bütün yaş qrupları üzrə də çağırır onu. 14, 10, 15-də də oynayır, 16-da oynayır, 17-də də oynayır. orada da yəni bütün yaş qruplarının bir baş məşqçisi var da orada da. Hə, o mövzuya gələcəyik. Hə. Bu bax Bilal öz yaşlarında, yəni hal-hazırda da, yəni indi elə bir yaş dövrünə girir ki, orada güc bərabərləşir. Öz yaş dövrlərində yaxşıdır. Bu gün 19-da qoyublar. Məncə bəlkə düşünüblər ki, Onsa hər şey əldən gedib. Əldən gedib, biraz da buna təcrübə olsun, gələcəyə bir atılan addım kimi fikirləşibsə, bunu alqışlayıram. Qoy oynasın, qoy bu çətin oyunu görsün. Amma bu ümumən götürəndə, yəni orada bilmirəm, digər yaş qruplarının qapıçıları, öz yaş qruplarının qapıçıları varsa, onlar da oynasaydı lap yaxşı olardı. Bu 8 top da bu uşağa psixoloji zərbə ola bilər. Yəni biz hardasa fikirləşək. Mən Digər qapıçı Teymur Həsənovdur. O da neçə yaş var onun? 18 yaşdır. Yəni ona Allah Həsənovla adı yadımdan çıxdı. Elxan. Elxan Həsənovun oğlu. Bəli, bəli. 18 yaşı var. O ümumilikdə 6 oyunun 4-ündə meydana çıxıb. Atletik Bilbao 0-3 hesabı ilə Qarabağ məğlub olub, Chelsea 5-0 hesabı ilə məğlub olub. Görməmişəm o qapıçını. Mən yəni belə oyunlarına da baxmamışam. Amma Bilal mənim gözüm qabağında böyüyüb. Oğlumdan 1 yaş, mənim də oğlum qapıçıdır. Ondan 1 yaş böyükdür. Bir akademiyada orada yetişiblər. Orada bir yerdə məşq edir. Potensiallı uşaqdır. Öz yaş qrupuna görə potensiallı uşaqdır. Amma 19-a görə bugün yəni o gücdə deyil. Gələcəkdə daha yaxşı ola bilər, amma bugün 19-a görə o gücdə deyil. Yəni problemimiz qapıçılar, yəni bu yaş qrupu üzrə qapıçılar deyil. Bu komandanı yəni nəyə, yəni göndərməzdilər də, yəni getməzdilər. Biz demişdik bunu, yazmışdıq da ki, bu komanda getmək yaxşıdır. Getmək yaxşıdır. Nəyə görə yaxşıdır? Mən onu deyim ki sənə. Bu bizim, yəni biz hər gün futbolumuz inkişafda gələcəyimizdən danışırıqsa, bu bizim bariz nümunəsidir də. Biz bu gün sosial şəbəkələrdə söyürlər. Həqiqətən tənqid yoxdur. Ümumiyyətlə söyüşdür. Mən baxıram ki, yəni söyülürlər də. Yəni bu bizə gələcəkdə söyüşün daha çox artması. Yəni biz bunu fakt olaraq görə gedirik də bunu. Biz bunun ya qarşısını almalıyıq. Bura bir Əncəl dünən Qurban Hoca orada yəni açıq-aşkar yəni göstərdi ki, bariz nümunə çəkdi ki, qardaş, yəni bizim bu məktəblərlə, Hasçı 19-lardan sual verdi. Bizim bu məktəblərlə yerlə göy arasında fərqimiz var. Onlar hər gün qabağa inkişaf edirlər, qabağa gedirlər. Amma biz nəinki qabağa, heç yerimizdə qala bilmirik. Gündən-günə arxaya gedirik. Bax bizdə məsələ burasındadır ki, biz neçə ildən sonra ilk dəfə Çempionlar Liqasına düşürük də, yəni 8 illik fasilədən sonra Çempionlar Liqasına düşürük. Və hədəfi konkret əvvəlcədən bəlli eləməliydik. Biz gəldik, bir burulğanın içinə düşdük, Benfica-nı məğlub etdik, ağlımız başımızdan getdi, sonra Kopenhageni məğlub etdik, artıq eyforiyaya qapıldıq, Chelsea-lə heç elədik, artıq biz ilk 8-liyə belə planlar qururduq. Başa düşürəm. Bu prosesi başa düşürəm ki, yəni Qarabağ qaldı ortalıqda, kütlə gəldi, pul gəldi, daha çox pul, daha çox kütlə deməkdir. Amma bu komandadan sabah heç kimi əsas komandada Qurban Qurbanov oynatmayacaq. Bəhbəhlə Hikmət Cəbrayılzadəni da deyirdik. Əvvəllər heç olmasa çempionat oyunlarında Hikmət Cəbrayılzadə oynayırdı, indi heç oynamır. Yəni demək ki, heç çempionat oyunlarına lazım deyil. Nəydi oyunçunun adı? Sol cinah müdafiəçisi. 16 yaşı var idi. Ümumiyyətlə Qurban Qurbanov deyəsən onu komandadan qovub, əsas komandadan uzaqlaşdırıb. Ayxandır deyəsən onun da adı. Sol cinah müdafiəçisi. Debüt eləmişdi keçən il. O futbolçu da yoxdur ortalıqda. Bir dənə oyunçu yoxdur. Bu qapıçılardan mı götürəcək qapıya, Koxaski, qala o qapıçılarını qoyacaq, ya Şəhrüddin mi qalacaq? Mən nə demək istəyirəm? Yəni okey də biz bilirik ki, Azərbaycan futbolunun akademiyasının durumu bu gündədir. Sən niyə gətirib əlavə 100 min xərcləyib 3 dənə Afrikalı da gətirirsən? Mənim sualım o. Bizə əlavə ora gətirib 3 dənə, 4 dənə, bir dənə Afrikalı Rəşad Sadıqovun vaxtında mən ən çox tənqid etdiyim şəxs Rəşad Sadıqov da, özünüz bilirsiniz. Yaxşı məndə, pis məndə. Yəni amma Qarabağda 19-da işləyəndə Rəşad Sadıqov Xəzərləncandan uşaqları yığdı, Neftçidən uşaqları yığdı, öz uşaqlarımız oldu.
yaxşı da seleksiya aparıb Makedoniyadan filan uşaqlar yığdı. Yaxşı da nəticə verdi. Bir qələbəmiz oldu. Bir də heç-heçimiz oldu, səhv eləmirəmsə. 0-dan və bu boyda top fərqimiz yox idi. Dedov var idi, səhv eləmirəmsə. Onu hətta Azərbaycanlaşdırmaq istəyir, milliləşdirmək istəyirdilər. Yəni bir iş gördü. Bax indi eyni ad soyadda Rəşad Sadiqov bir dənə hərf səhvi var. Bax bilmirəm, yəqin Avtandil Hacıyev özü nəzarət edib də bu məsələlərə. Bu 3 dənə Afrikalının heç bir faydası yoxdur. Üstə oynamırlar da deyəsən. Bunlara niyə pul verirdiniz, bunları niyə gətirirdiniz? Öz işimizdir, özünüz bilərsiniz. Amma oyuna getmədim, baxmadım da heç. Yəni ümumiyyətlə bir dənə hesabla bağlı məlumatım var oyundan. Yəni oyun hansı səviyyədə keçib, yəni hesab da göstərir oyun hansı səviyyədə keçməyi barəsində. Ümumiyyətcə orada bizə Napolidə də 2-0 düzmüşük. Orada da dəhşətli yağış yağırdı. Onca 2-0 düzmüşük. Yəni bizə bu Afrikalılara ehtiyac yoxdur. Yəni orada oyun dayandırıldı. Yəni futbolçu oynamadı. 3 dənə Afrikalı 2 ildən, 3 ildən sonra onları qeyd elə orada saxla, məsəl üçün bunları. Zadlarını bilirik ki, yəni bunlar var da, bu 3 dənə Afrikalını 3 ildən sonra biz baxaq görək bizə nə qədər faydalı olacaq və ya burada olacaqlarmı? Heç nə, Nigeriya 2-ci liqasında zadda ya da elə bizim birinci liqada zadda fırlanacaqlar. Ümumiyyətlə, yəni qayıdıram, ölkə futbolunun ümumi problemidir bu məsələlər. Biz Qarabağı tənqid etməli deyilik bu nəticəyə görə. Yəni keçən Ajax-a 3-0 hesabı ilə məğlub olmuşduq. Əslində orada böhran da Ajax-da. Ajax bu Ajax deyil əslində. Yəni bilirsiniz, hər bir böyük komandanın düşüş dövrü olur. Ajax tarixin ən güclü klublarından biridir. Mənə görə və bir 5 dəfə Çempionlar Liqasında qalib olubdu. Akademiyası var, möhtəşəm bir akademiyası var Ajaxın. Yaxın bir 5000 il ərzində də bilmirəm Azərbaycan futbolu Ajax akademiyası səviyyəsinə çatar yoxsa yox. Bunu Allah bilir. Bu komandaya uduzduğumuza görə mən əsəbi deyiləm. Və heç vaxt da Qarabağı qınaya bilmərəm. Çünki Ajaxın bu 17 yaşlı futbolçusu var, Sean Setur. O 2 ildən sonra bunu bir 100 milyona, 80 milyona harasa satacaqlar. Bu dəqiqdir. Çünki o Bakaya Sako Qarabağla oyunda debüt edib, Bakaya Sako dünyanın ən yaxşı futbolçularından biridir. Kimlər Qarabağla oyunda debüt edib, gəlib indi dünyanın yaxşı. Çünki normal iş görə bilirlər. Bu indi Qarabağda o sistemə gedir. Nərman Axundzadəni, Musa Qurbanlını ortaya çıxardır. Elvin Cəfərquliyevi, Toral Bayramovu gəlir Nərman Axundzadə ayağında top saxlaya bilmir. Bu uşağın 17 yaşı var. Oynayır. Amma bizim uşağın 21 yaşı var, oynaya bilmir və ən potensialımız deyirik. Ümumiyyətlə milli komandada bu problem var və mən əminliklə bilirəm, dəqiqliklə bilirəm ki, Ayxan Abbasovun da ən çox şikayətləndiyi məsələlərdən biri budur. Aşağı yaş qrupları üzrə məşqçilərdən çox narazıdır və hətta bildiyim qədərilə onların dəyişdirilməsini istəyir. Bildiyim qədərilə. Yəni yeni komanda formasını. Bəli, uların. Çünki orada nəticələr də bərbaddır. Gələn ilin 6-7-dən buraxırlar, 8-9-dan buraxırlar və hər dəfə də baş məşqçilərin açıqlamalarına baxıram, çox yaxşı mübarizə apardıq. 8 top buraxmaq, 6 top buraxmaq və yaxud da ki, Özbəkistan oynayırıq. Özbəkistan futbolunun son illərdə necə inkişaf etdiyini siz bilirsinizmi? İnkişafda olan bir komandadır. Ay kişi, bunun mənə nə dəxli var? Bu məşqçilər açıqlayır da, yəni kimlər o məşqçilər? Aqil bəy 3 dənə milli komandada baş məşqçidir. Bax, İlham Yadullayevdir biri. Bax Elçin qardaş, bu 3 dənə milli yığma komandanın baş məşqçisi bir nəfərdir. Yəni bizdə 3 milli yığma komandanın baş məşqçisi bir nəfərdir. Yəni məşqçi yoxdur qardaş. Bizim niyə bax Cavid var, Elvin var, Elhat var, Rauf var, Maksim var. Hansı ki cavanlar, indiki gənclər onları tanıyırlar. Hansı ki dünən qutarıblar futbolu, yəni məşqçilikdə də yəni təcrübələri var. Bu şəxslər məsəl üçün bu adlarını çəkdiyim bu insanlar niyə gəlib millilərdə işləmirlər və yaxud da onlara təklif olunur, onlar bəlkə qəbul eləmirlərsə böyük səhvə yol verirlər. Niyə böyük səhvə yol verirlər? Onları Elvin eləyən, Cavid eləyən, Elhad eləyən, məsəl üçün Rauf eləyən Azərbaycan futbolu olub, Azərbaycan ictimaiyyəti olub. Onlar gəlməlidirlər, millidə əllərini çərmələməlidirlər və aşağı yaş qruplarında maksimum gecə-gündüz polyadan çıxmamalılar, çalışmalılar, işləməlidirlər. Bizim 3 dənə milli komandamızın
əsas sütunumuzun bir dənə baş məşqçisi var. Vaxt çatdıra bilmir, ora bura qaçır. Vaxtını bilmirəm, vaxtı çatıb birinci, yəni bir 3 dənə millidə bir baş məşqçi işləməz. Mən Bu deməli, yəni burada bu gün bax mən demirəm ki, Kamal Bayramov qoyun. Demirəm qardaş. Heç bir milliyə Kamal Bayramov qoymayın. Amma bu necə olur ki, 3 dənə milli komandanın bir dənə baş məşqçisi var. Bu gün sabah desələr ki, o birisi 19 gedir ondan sonra. Hə, 19-u da verək, Olimpiskini də verək. Deyəcəm mən razıyam. Bu iş işləmə, bu iş yox, mənə iş olsun, belə bir şey olmur axı. Sən, yəni ölkə futbolunu fikirləşən adam, deyəcək mən ölkə futbolunu fikirləşən, mənə deyirlər götürürəm. Elə də olub. Necə olur sən? Deyilənə görə elə də necə olur? Sən bax bu sahə sənin öz sport birindən, get Sport Info, o birisi, bu birisi, bax bütün kanallarda hamısını işlə də. Yox, elə olmur axı. Yox, çatdıra bilmirəm axı. Çatdıra bilməzsən bu bir. İkinci, keyfiyyətsiz iş olar. İkinci bizim gənclərimizi biz qorxaq böyüdürük. Çox qorxaq böyüdürük. Bax bu gün Nərimanımız, o birisi hamısı qorxaq böyüyürlər. Niyə qorxaq böyüyürlər? Bizim 15-16 millimizi aparırıq məsəl üçün Avropaya. Uşaq birinci dəfə gedir, ikinci dəfə gedir. Hə, orada ola bilər uşaqdır. Səhv eləyə bilər. Nəsə bir səhv ola bilər, nəsə bir. Hə, bu məşqçi, onun da o birisinin də baş məşqçisidir, bu birisinin də baş məşqçisidir. Hə, yəni bu səhv olacaq, hə. Valideyn də bu gün uşaqlara mən eşidirəm orada, uşaqlara deyirlər ki, imkanım olsa bir məşqçi deyir. Birinci uşağa etika, disiplinlə öyrədən adamlar gərək birinci özündə olsun. Birinci özünü disiplinlə olmalıdır sən. Etik qaydalara riayət eləməlisən. Məsəl üçün məşqçilərimiz var bu gün aşağı yaş qruplarında. Razivakada məğlub olan halda etik jestlə futbolçulara etik jestlə müraciət edir. Qeyri-etik jest. Qeyri-etik jestlə uşaqlara hərəkət öz məğlubiyyətlərini izah edirlər. Bizim gələcəyimiz, biz o uşaq gedib oradan qorxusundan evdə valideynə deyə bilmir ki. Mənə bir şey, mən burada Aslan bəyə müraciət etmək istəyirəm. Əgər üzr istəyirəm sözü gəlir. O uşaq gedib orada qorxusundan valideynə deyə bilmir ki, bu gün biz məğlub olduq. müəllim məni söydü. Müəllim mənə qeyri-etik jestlə mənə hərəkət elədi. Hərəkət göstərdi. Mənə dedilər. Şəxsən mən getdim, hal-hazırda da milli komandada çalışırıq. Şəxsən getdim mən öz bazasına. Uşaqlara qarşı qeyri-etik jestlə hərəkət eləmişdim. Milli komandamızda işləyir o məşqçi. Adını çəkməyəcəm burada, özü baxacaq, eşidəcək. Düzələr bəlkə sonra. Uşaqlara məğlubiyyətdən sonra qeyri-etik jestlə hansısa hərəkət göstərmişdi. Ya millinin oyunundan sonra qeyri-etik hərəkət edib jest. Yox, milli yox, klubda işləyir. Hə, zaten klubda orada işləyənlər 5-10 yerdə işləyirlər. Bilmirəm də Azərbaycanda məşqçi yoxdur. Hə. Mən ona çağırdım və ona izah elədim ki, adamın həmən biləklərini qırarlar. Yəni uşaq oradan Sən bilmirsən onun atası. Uşaq ola bilər, o birisi uşağı bəlkə gedib valideyninə deyir ki, mənə 15 yaşında uşağa biz mədəniyyət öyrətməliyik, biz futbol öyrətməliyik, biz qayğısına qalmalıyıq. Bax, buradan deyirəm də bir azarkeşsiz, evladınızı veribsiz mənə, mən aparmışam bir oyuna və yaxud bir tədbirə və orada ona qeyri-etik sözlər öyrədirəm, qeyri-etik hərəkətlər göstərirəm, təhqir edirəm, tənqid edirəm. Mən bunu qorxa-qorxa keçəldirəm, gəlir olur Nəriman. Gəlir olur Nəriman da qorxa-qorxa böyüdüb də, yəqin kimsə gətirib bu günə çıxardıb. Aysın. Biz birinci bax ora baxmalıyıq. Biz birinci bax bu təməlimizə baxmalıyıq ki, bizim evladlarımızı kimə veririk? Niyə veririk? Valideynlər gedib maraqlanın. Valideynlər getsin maraqlansın. Evladını kimə təhvil verib? Bir buna məşq keçən məşqçilər, bir buna məşq verən məşqçilər, bir özünü aparma qaydasını bilirmi? Bir etik normalara, bu bizim cəmiyyətə, bizim bu Qafqaz xarakterinə uyğundurmu? Sabah evladım mənim 5 ildən sonra verirəm, buna 5 ildən sonra mənim evladım necə böyüyəcək? Necə formada bir cəmiyyətə yararlı insan olacaq? Heç futbolçu olmadı. Onsuz da zaten orada adam başçısı. Bir dənə futbolçu çıxsa, 2 dənə futbolçu çıxsa biz sevinərik də. Ona görə deyirəm ki, yəni biz ilk növbədə bu millilərimizə, bu aşağı yaş millilərimizə və yaxud klublarımızda işləyən, çalışan məşqçilərimizə, ilk növbədə məşqçilərimizə diqqətli olmalıyıq. Rəhbər şəxslər onları nəzarətdə saxlamalıdır. Oyunda məğlub ola bilər. Biz məğlub olan komandanı o günə qoyuruq ki, uşaq qorxur ki, məğlub olacaq, buna söyləyəcəklər. Olmaz ya qardaş bu. Mən həm bir valideynəm, həm bir futbolçuyam, yəni futbol adamıyam. Mən imkan vermərəm ki, hansısa tək mənim evladım olmasın, digər evladlar olsun. Hamısı mənim üçün əzizdir. Mən imkan vermərəm ki, hansısa məşqçi onlara qarşı bugünkü gündə
qeyri-etik jestlərlə, qeyri-etik danışıqla görsəm hər bir klubu deyirəm. Yəni hansı klubda o məşqçini görsəm, mən onun yerində layiqincə cavabı verərəm. Biz burdan yəni həmin Aslan bəyə müraciət edirəm. Aslan Kərimova. Nə lisensiya veriblər bu baş məşqçiyə. Kateqoriya, yəqin ki bir B kateqoriyası var da. İkincisi Affaya müraciət edirəm. Bizə müraciət edir, sənə müraciət edir, həmin şəxs edir. Qardaş, mənə müraciət eləsin, mən birə-bir söhbət eləmişəm. Zaten mən Şey, onunla yəni, söhbət edəndə, burdan mən onunla söhbət edəndə onun klub Haski Akademiya idi. Efir vasitəsilə Akademiya açıqlamırıq. rəhbərliyi də var idi. Yanımda, mənim yanımda digər məşqçilər də var idi və özü öz səhvini etiraf elədi, dedi ki, mən səhv eləmişəm. Bu gün bu özünü aparma qaydasını bilməyən məşqçilərimiz Azərbaycan Milli Yığma komandasında məşqçi işləyirlər. Və aparırlar uşağı Avropada, deyir ki, uşağa deyirlər ki, təzəliksə, bu cavan aşağı yaş millimizdə. Deyir, imkanım olsa, deyir, səni Azərbaycana yola salaram. İlkin, sən evladını verirsən, mən aparmışam Avropaya. Avropada uşağı çağırıram, deyirəm ki, imkanım olsa səni Azərbaycana yola salaram. Bu nə deməkdir, qardaş? Bu hansı... Mən məhkəməyə verirəm. Uşaq gəlib deyə bilmir. Və yaxud da deyir valideyninə. Valideyn də deyir ki, gedib məşqçiyə bir söz deyirəm, mənim uşağımı çıxardıb qovalayarlar. Ona görə buradan o Affaya müraciət edirəm mən şəxsən. İndiyə kimi sərt şəkildə tənqid eləmişəm. Buradan Rövşən Nəcəfə, Cahangir Fəracıllayev və Sərxan Hacıyeva hamısına Affa mətbuat cəhdindən bu videonu da paylaşacağıq. Özümüz də müraciət edə bilərik, amma sizdən gözləyirik. Kamal tanıyırsınız, mənə ehtiyac yoxdur. Bu məsələni həll edin. Həll eləməsəz də biz özümüz bu məsələnin arxasında düşəcəyik. Yox, zaten mən yəni bir Affa həll eləsin, sabah kim həll eləsin, o mənə o qədər mağına dönəm. Zaten sabah da o məşqçilərdən görsəm, bugün də o məşqçilərdən görsəm, mən yerində layiqli cavabını verəcəm. Çünki mənim evladım olmasın, digər evladlar hamısı mənim üçün Azərbaycan evladıdır. Sabah futbolçu olmayacaq, cəmiyyətə yararlı bir insan olmalıdır. Bəli. Biz O evladlarımızı qorxaq, söyüşlə, təhqirlə tənqid eləyə bilərik. Tənqidi də baxırsan, hansı yaş qrupunda onun dozirovkası var. Bəli. Sən evdə məsələn 14-15 yaşında uşağı necə böyüdürsən? Ola bilər o səhv edib. Sən ona izah eləməlisən. Bəli. Sən onu təhqir eləyə bilməzsən. Biz cəmiyyətimizə ilk növbədə yararlı insanlar böyütməliyik. Biz qorxaq, söyüş altında, baskı altında insanlar yetişdirməməliyik. Və kim də burada, mən bugün Kamal Bayramovum gedib filan millidə işləməliyəm, tutaq ki də deyirəm işləməliyəm. Mən gedib orada cəmaatın balasını basıb gözünü çıxardıramsa, mən qorxaq vətəndaşlar yetişdirirəmsə, mən üzr istəyirəm ifadəmə görə, mən qələt edirəm orada işləməyimə görə. Yəni mən bu sözü deyirəm, elə qələt eləyəndə götürür özünə. Çempionat oyunlarına qayıdaq. Kubokda da maraqlı oyunlar oldu. Ümumiyyətlə yəni bütöv sistemim qarışdı. Amma çempionat oyunlarında Zirə Qarabağına heç elədi. Yəni gözlənilən bir nəticə idi. Oyunlar barəsində çox danışmayaq. Oyunlarda baş verən proseslərdən danışaq. Çünki həm də vaxtımız da azdır. Demək, Zirə Qarabağına heç elədi. Hər iki komanda çempionluğa mübarizə aparır. Gözlənilən nəticə idi mənə görə. Yəni Qarabağ Ajaxla oyuna köklənmişdi. Zirənin də potensialı onsuz da Qarabağın aşağı yuxarı birinci əsas heyətinə yaxın bir heyətlə PSC etməyə qadir bir komandadır. Amma mən düşünürəm ki, bu oyunda Zirə Qarabağdan daha yaxşı futbol sərgilədi. Yəni deyirəm, bunun bir səbəbi var idi. Çünki Qarabağ bütün fiziki Ajaxla oyundaydı. Sənin bir sözlərin varmı bu oyundan bağlı? Orada yəni sən dediyin kimi yenə də orada gözlənilən nəticədir. Çünki Qarabağ ən azından biraz ehtiyatlı oynayırdı. Çünki qarşıda bunun oyunu var idi. Amma yəni uduzmadı da yenə. Xalını götürdü. Özü üçün vacib olan o bir xal da onun üçün bugünkü gündə vacib idi. Zirə potensialından Qarabağa qarşı potensialından yaxşı futbol sərgilədi. Məncə yəni bu oyunun yekun nəticəsi 1-1, yəni SSC nəticəsi ədalətli idi. Karvan Şamaxıya 0-3 hesabı ilə məğlub oldu. Şamaxı gözəl futbol sərgilədi. Artan qrafiklə davam edir bu komandanın çıxışı. Mən demişdim, yenə deyirəm, mən bu komandanı ikinci altılığın əsas favoritini görürəm.
Yəni çempionatı ən yaxşı halda 7-ci olaraq başa vura bilər bu komanda. Karvanda isə işlər gəlizdi. Dəhşətli yağış yağırdı. Birinci dəfə idi Azərbaycan Premyer Liqasında belə bir şey görürdüm ki, rayon cəmaəti başqa bir rayonun komandasını belə deyək, dəstəyində olur. Hesab 2-0 olandan sonra artıq 3-3 deyə qışqırırdılar, amma Yevlaxlılar qışqırırdılar. Və formanı çıxardıb rədd olun gedin deyirdilər. Bu artıq baş məşqçilik bir məsələ deyil. Bu iki yerə siqnal oturulurdu. Birinci birbaşa futbolçulara ya da ki futbolçulara söz deyirik vasitəsilə əsas rəhbərliyə deyilmiş bir belə deyək də ifadələr idi. Komanda bərbad durumdadır, amma oyun olaraq nəsə görsənir. Füzuli Məmmədov da oyundan sonra azarkeşlərə yaxınlaşıb dedi ki, xahiş edirəm səbirli olun. Mən hər şeyi düzəltməyə çalışacağam, düzəldəcəm. Çətin olacaq. Qışdan sonra nələr olacaq bilmirəm, amma yəni Karvan bu dəqiqə çempionatda 2 komanda var ki, biri Kəpəzdir mənə görə, biri də Karvan. Amma bir nömrəli namizədim hələ də Kəpəzdir ki, Kəpəz düşəcək. Amma ola bilər ki, Karvan məni yanıltsın, ola bilər ki, Karvan düşsün. Yəni bu son günlərdə mətbuatda da, yəni gündəmi zəbt edib Karvan verdiyi qərarlardan, məşqçilərin orada açıqlamalarını oxuyuruq. Ümumən görsənir ki, orada düzəlməyə doğru indi Füzuli müəllim də orada indi inanır, bir məşqçidir, inandırmağa da çalışmalıdır. Yəni bunun işi odur. Amma mənə inandırıcı gəlmir. Yəni o boyda kütləni də yenidən döndərmək biraz çətinlik çəkəcək. Çünki kütlənin də bir baskısı var orada. Çətin olacaq Karvan üçün. Başdan təməldən qoyulan səhvlərdir. Yəni davam eləyir ardıcıllıqla zəncirvari. İnşallah Allah köməkləri olsun, nə deyək. Amma mən hələ işıq görmürəm orada. Elə bir ki, Karvan, yəni Yevlax futbolu 2 nəfərin konkret istək və arzuları üzərində qurulmuş bir futbol klubudur. Yəni Şahmar Vəliyev və Kənan Kərimov. Şahmar Vəliyev bir köhnələrdən olan bir futbol adamıdır. Yəni bu yaşlı nəslin onsa təfəkkürünü heç cür dəyişə bilmərsən. Yəni onsuz da Karvanı da əvvəllər bu strategiya ilə, bu taktika ilə idarə edib və uğur qazanıb bir dəfə. Adam Avrokuboklara aparmışdı, stadion tikdirib, təzədən stadion təmir etdirdi, filan elədi. Qeydəsi bu klub prezidentidir, klub rəhbəridir. Qeyri-rəsmi olsa da klubu himayə edir. Kənan Kərimova nə deməli? Qardaş, sənin C kateqoriyan var. Sən B kateqoriyanı heç ala bilmirsən. Üzr istəyirəm, A kateqoriyanı heç ala bilmirsən. Yəni nə istəyirsən də, yəni gətirmisən, region liqasında illərdə işləmisən, ona görə də pul da almısan, Premyer Liqaya çıxartdığına görə də əlavə ödənişlər olub, premiyalar da almısan. Yaxşı pis klubda da öz şəraitini qurmusan. Məsələn, mən əminəm ki, gələn il Premyer Liqada birinci liqaya düşsələr, bu mövsüm birinci liqaya düşərlər. Şahmar Vəliyev yenə əl çəkəcək komanda. Yenə maliyyə sıxıntıları olacaq. Bunu istəyir Kənan Kərimov. Son günlərdə o verilən açıqlamalar, məşqçilərin açıqlamaları, yəni mən orada indi Azər getdi oradan, getməyib hal-hazırda oradadır, yəni bildiyim qədər. Mən bu dostumuzdur, qardaşımızdır, hamısı xətirlərini çox istəyirəm, amma məşqçilərə də bir sözüm var. Yəni çıxıb bu günü açıqlama verirsən ki, bəs orada qərarlar deyir, kim verirdi, deyirsən bu haqda çox danışa bilmirəm, bunu kim deyirdi, deyirsən bu haqda çox danışa bilmirəm. Qardaş, niyə işləyirdiniz? Nəyə görə işləyirsiniz? Niyə bax o neçə il çəkdiyiniz əziyyət var, niyə o neçə illərdən əziyyətlə qazandığınız o oxuyursunuz, gedirsiniz, yəni bu qədər əziyyət çəkibsiniz. Qardaş, niyə xərcləyirsiniz? Niyə nüfuzunuzu xərcləyirsiniz ortada? Niyə qardaş? Mənə çatmır da qardaş. Yəni işsiz qalacağıq, iş olsun deyə bugün yəni lic bir iş olsun. Gedim hardasa işləyim. Yəni bu işdir, bu mən qəbul eləmirəm bunu. Bu normal bir şey deyil qardaş. Yəni özünüz baxmalısınız qardaş. Sən bir məşqçi olma, əgər hədəfin sənin böyük bir məşqçi olmaqdırsa,
sən bu gün o verdiyin açıqlamada görsənir ki, sən orada məşqçi deyilmişsən. Yəni dostumuzsan, qardaşımızsan, mən səni bir başqa xarakterdə insan kimi tanımışam, bilmişəm. Amma mən sabah otururuq hamımız bir-birimizə oturanda futbolun dərs keçirik. Bu belə olmalıdır, burada belə olmalıdır. Mən belə tələb edirəm, mən belə tələb edirəm. Amma bu gün sənin müsahibəndən görünür ki, sən orada toqa məşq keçibsən. Yəni heç məşqi də necə keçilib, nə olub, sənə icazə veriblər, verməyiblər. Bunları heç bilmirəm. Amma heyət deyirsən bu haqda çox danışa bilmirəm. Falan şeyi futbolçunu kim gətirdi bu haqda çox danışa bilmirəm. Yəni sən danışa bilmirəm yox, yəni açıq-aşkar deməlisən ki, yəni məni qoymurdular. Və səni qoymadıkları halda bəs sən o məşqçilik statusu necə yaraşdırıb orada oturursan qardaş? Oturmayın da, qurban olum sənə. Yəni bu mənim sözüm sizin xətrinizə dəyirsə, dəysin, problem yoxdur. Kimsə məndən incirsə dəysin, problem yoxdur. Turun əsas oyunlarından biri Masazırda keçirildi. Sabah Neftçini 2-0 hesabla məğlub etdi. Yəni Sabah və Qarabağ çempionatın bir nömrəli çempionluğa namizədlərdir. Yəni bunu demişdik, yenə də deyirik. Gün-gündən də inkişaf qrafiki ilə davam edirlər. Neftçi ümumiyyətlə futbol oynamadı. Sənan Qurbanova 3 oyunluq şans verildi, amma bu 3 oyunun üçündə də özünü göstərə bilmədi. Və 4-4-2 taktiki sxemi ilə bütün oyunlarda oynadı. Sambu, mən başa düşmədim ki, 2 dənə mərkəz hücumçusu ilə niyə oynayır Neftçi. Sambunun sürəti, Abbakarın bitiriciyini birləşdirib mütəmadi qol vurmaq istəyirdilər, nə etmək istəyirdi Sənan Qurbanov. Mənə çatmadı əslində. Çünki Abbakarda sürət yoxdur, Sambuda bitiricilik yoxdur. Yəqin ki, düşünüb ki, bu ötürər, o vurar. Heç bir oyunda da Kubokda getdi əldən, azmaz çempionluğa şans varsa o da getdi bu oyundan əldən. Vernudu gətirdilər. Xeyirli olsun Neftçi üçün. CV-sinə baxanda yaxşı baş məşqçiyə oxşuyur. Nə düşünürsən Vernudu bu Neftçi haqqında? Adam yəni hal-hazırda döyüşdən çıxıb gəlib də. Yəni bir dəqiqə mən demək olar ki, bunların məşqlərini izləyirəm. Mənim evimdən görsənir. İzləyirəm, yəni baxırsan ki, birə-bir futbolçularla mənim üçün maraqlıdır. Futbolçularla baxıram, qaçır. Hə, Neftçi bazadakı məşqlər. Neftçi bazadakı, Neftçinin öz bu İsmət Qayıbovdakı. Bəli. O məşqlərini izləyirəm, baxırsan ki, gəlir Polya futbolçularla birə-bir maksimum dərəcədə çalışacaq ki, birinci psixoloji komandanı düzəltsin. Çünki komanda batıb, psixoloji batıb. Adam bir döyüşdən çıxıb gəlib. İndi hansı psixologiyadadır, necə burada köklənəcək, necə eləyəcək? Birinci demək olar ki, yəni o boyda stresin altından gəlib bugünkü gündə bura düşməyi onun üçün bir jackpotdur. Yəni orada güllə yağırdı göydən, başının üstündən. Bu gün gəlib burada. İnşallah ki, nəticə verər. Çünki Neftçinin qalxmağını istəyirik. Neftçi qalxsa, yəni futbolumuzun bir təkan olar, rəqabətlər artar. Mən özüm də Neftçi yetirməsiyəm də. Yəni mən Neftçinin futbol məktəbindən gəlmişəm. Bu gün Neftçinin o vəziyyətdə olmağı bizi də, məni də üzür, şəxsən məni də üzür. İnşallah biz, yəni istədiyimiz nədir? Neftçisidir, digəridir, digər klublarımız hamısı yaxşı səviyyəyə gəlsin. Biz yaxşı futbol izləyək və gərək yaxşı futboldan hansısa bir tənqidimizi deyək və yaxud sözümüzü, fikirlərimizi. Oyun təhlil edə bilək. Oyun təhlil edə bilərik. Amma biz məsəl üçün baxırsan ki, yəni futbol olmadı, oturursan fikirləşsən ki, bu futboldan nə danışacağam? Yəni o qədər də bir baxırım. Sənan Qurbanova gəlincə, Sənan Qurbanov zaten bilirdi ki, orada məşqçi axtarılır. O da orada 2 hücumçu ilə oynamaqda. Mən deyirəm, yəni orada maksimum məqsəd o 2-3 oyunda xal qazanmaq və komandaya kömək eləmək. Az ki, gələn məşqçiyə təhvil verəndə də bir yaxşı nəticəni 2 oyunda bir şeydir, 3 oyunda bir şeydir, yəni bir göstəricidir. Olmadı, orada görsənirdi ki, yəni komanda zədələnib. Yəni bu psixoloji zədədir. İndi bunu yeni gələn baş məşqçi hansı səviyyədə düzəldə biləcək, indi onu qarşıdakı günlərdə görəcəyik. Proqnoz vermirəm. Yəni belə bir fikrim də yoxdur, amma 5 ardıcıl qələbə Vernudubun. Yəni özünün qarşısında bir məqsəd qoymalıdır. Ardıcıl 5 çempionat oyununda qələbə qazanmalıdır. Ardıcıl 5 oyundakı qələbə Neftçini Avrokuboklar mübarizəsinə
yaxınlaşdırır. Hətta mən sənə deyərdim ki, 3 addım, 4 addım qabağa aparır. Və Neftçi üçün əsas bu il hədəf olmalıdır 3-cü ya 4-cü olmaq və ümid eləməlidir ki, ilk üçlükdə olan bir komanda kubokunda qalib olsun. Yəni Qarabağ və yaxud da ki, Sabah birinci, ikinci olsalar, onlar kubokun qalibi olsun ki, Neftçi Avrokuboklara getsin. Böyük bir fərq yoxdur. Vernudub potensiallı məşqçidir. Keçən mövsüm Zirə Araz Naxçıvandan 14 xal geri idi. Zirə Araz Naxçıvandan 14 xallıq fərqi qapadı. Hətta 12 xal qabaqda oldu. Bu da elədi 26 xal. Yəni 26 xal belə deyək də fərqi qapadı. Neftçi də bunu edə bilər. Bu heyətə malikdir. Maddi baxımdan heç bir problemi yoxdur Neftçinin. Heç vaxt da olmayıb. Azarkeş baxımından heç bir problemi yoxdur Neftçinin. Heç vaxt da olmayıb. Və bu dəqiqə üçün də mən deyərəm ki, futbolçu baxımından Neftçinin heç bir problemi yoxdur. Neftçinin tək problemi baş məşqçi idi. Bəhanələr eləməsin. Əgər Samir Abbasov kimi birinci oyundan sonra desə ki, bu mənim komandam deyil, bu mənim yurdu komandam deyil, Neftçi bu yenə batacaq. Bax, onu eləsə, o olsa, mən şəxsən biz futbolçular bir-birimizdən yaxınıq da. Yəni hərdən məşqçilər fikirləşir ki, çıxıb o mətbuat konfransında futbolçunu belə lor dillə çıxıb baqaja qoyub, özünü yaxşı mətbuatın qarşısında yaxşı çıxardanda daha bilmir ki, futbolçular onun arxasında gedən proseslərdən gedib futbolçu üzünə gülə bilər. Yəni elə proseslər olur ki, futbolçu gedir, məşqçi dedi belə, yəni. Amma həqiqətən də futbolçular elə məşqçilərə, bax, yəni mən Samir Abbasovu demirəm, amma yəni ümumən deyirəm ki, yəni məşqçi olsa, hansı ki futbolçunu çıxır, mətbuatın ayağına verir, azarkeşin ayağına verir. Yəni bu bir ailədir. Ailənin üzvünü aparıb orada verir. Yəni ən azından bax Qurban müəllim görürsən dünən çıxdı. Heç nə demədi. Nərimana o qədər şey vardı. Yəni futbolçu müdafiə ilə məşqçi üçün futbolçu canını verir. Yəni bu sabah dediyin kimi bu məşqçi çıxıb birinci oyundan sonra desə ki, bu mənim futbolçularım deyil. Bu məndən əvvəlki baş məşqçi futbolçulardır. Deməli biz yenə gözləməliyik ki, bu öz futbolçularını götürsün. Sonra nə nəticə verəcək onu Allah bilir. Araz Kəpəzi 2-0 hesabla məğlub etdi. Patrik Andrade'nin möhtəşəm bir qolu var. Kəpəz kubokda Arazı məğlub etmişdi. Və Araz yoluna davam edir. Kəpəz isə xallar itirməyə davam edir. Mən hələ də düşünürəm ki, Kəpəz Premyer Liqanı tərk edəcək. Bu bir istək deyil. Bu bir fikirdir. Çünki klub istənilən səviyyədə idarə olunmur. Klub rəhbərliyində böyük problemlər var. Azər Bağırovda yenidən belə deyək də könül xoş olsun deyə qaytardılar mənə gəlir. Çünki Gəncəlilər Azər Bağırovu yenidən geri qaytarmaq istəyirdilər. Sadəcə bir dənə bəxtəyə gətirib ki, onlardan yəni Azər Bağırovun özündən zəif məşqçilər idarə edir karvanı ki, yəni indi Füzuli Məmmədov da özünü sübut eləməyə çalışacaq ki, mən Azərdən daha yaxşı məşqçiyəm. Yəni çempionata başlayanda karvanın normal məşqçisi, normal bir idarə sistemi olsaydı, mən düşünürəm ki, Karvan Yevlağın heyəti şeydən daha yaxşıdır, Kəpəzdən daha yaxşıdır. Çempionatda düşüb qalan komandanda elə bu iki komandanın arasındakı oyunlar həll edəcək. Araz da məncə düzəlməyə doğru gedəcək. Mən keçən dəfə də dedim, Araz yəni düşüş dövrünü yaşayırdı. Yəni komandada olur belə şeylər, amma heyətdə də görün dəyişikliklər olur. Futbolçular dəyişikliklər görür heyətdə. O epizodlar olur, komanda düşür, qalxır, yəni bu marafon uzundur. Məncə o qayıdıb öz oyun ritmini tapacaq, çünki Elmar savadlı adamdır, futbolu bilən adamdır, yaxşı məşqçidir, futbolçuların psixologiyasını bilən adamdır və həmişə futbolçunun arxasında olan bir məşqçidir. Kəpəzlə bağlı istərdik Kəpəz daha yaxşı olsun. Azər gedəndə dedik ki, Azər hansısa bir dəyişiklik edəcək. Komandada getdi, 2 qələbəsi oldu. Ən azından bir azarkeşlər qələbə gördülər. Bu oyunu da pis oynamadılar. Baxırsan ki, oyun baxımından epizodlara girdilər. Bəlkə də qol vursalar daha fərqli bir oyun izləyə bilərdik.
Amma hər oyun getdikcə, yəni bunlar da qalırlar bu quyunun dibində. Yəni oradan çıxıb aralanmaq üçün, yəni maksimum dərəcədə həm futbol sərgiləməlidirlər ki, əllərindən gələn eləməlidirlər ki, yəni düşdülərsə aşağı, ola bilər düşəndən sonra o birisi il orada şax dağı var, o birisi var, o birisi var. Daha Səbail düşüb şəfa ilə bacarmır. hə, yəni oradan qayıdıb çıxmaq da bir çətin məsələdir. Yəni düşdüm çıxmaq belə bir yox. Yəni o Gəncə o cür nə stadion. Biz də məlumat yazmışdıq. Şaxta özünə təzə sponsor tapıb. Bu il alınmasa gələn 100% gəlməyə çalışacaqlar. Hə, yəni gələcək. Rahid Əmir zaten sponsor tapırlarsa, o yöndə çalışırlar, işləyirlərsə, bunların məqsədi yüksək liqaya gəlməkdir. Yəni sabah baxacaqsan ki, orada bir 3 komandaya sponsor gəldi. Və ya gətirirlər Türklər. Ondan sonra sənin stadion zadın da hazır deyil, amma Qusar hazırlayır, bitirir. Səbaildə hazır stadion var. Kəpəzin öz meydanına qaydana qədər onun çətinliyi olacaq. Çünki onun ən böyük şeyi azarkeş amilidir, bu gün ona dəstək olası. Azarkeş amilindən demiş ki, mən o Karvanın Yevlax komandasına baxıram. Azarkeşdən demiş ki, bax, məsəl üçün Yevlax Karvanın azarkeşləri, bax, onlar bugünkü gündə klub olaraq biz ümumən baxmalıyıq, bu ictimai sosial şəbəkələrdə aktiv insanlar var. Baxıram ki, keçən dəfə baxıram, izləyirəm ki, o Sabir məsəl üçün tanınmış bloger. Karvan Yevlax azarkeşdir. Hə, buradan salamlayırıq. Hə. Salamlayıram buradan Sabirdə. Yəni Karvan Yevlax azarkeşidir və bu adamın böyük kütləsi var. Milyon. Bəli, həm Instagramda, həm TikTokda, həm Facebookda. Milyona yaxın kütləsi var. Karvan Yevlax başlayanda bax onu kimi məsəl üçün bax elə tanınmış insanlardan istifadə edib azarkeş kütləsini Bakıda, Yevlaxda, digər şeylərdə yüksək səviyyədə elə insanlardan bu gün futbolumuzda Neftçi Fuaddan istifadə edir. Fuaddan istifadə edə bilər, Fuaddan. Bu insanlardan maksimum dərəcədə biz yararlanmalıyıq. Bunların böyük azarkeş kütləsi var. Onların vasitəsilə stadionlara cəlb eləməliyik. Biz onlara sıradan bir bloger kimi baxıb getməməliyik. Bu insanlar baxırıq sosial şəbəkələrdə aktivdirlər. Özləri də öz arasında çempionat filan qururlar. Bəli, biz Media Liqada oynadıq və orada da çox gözəl belə, yəni Media Liqaya belə azarkeş kütləsini onlar nə qədər gətirmişdi. Yəni bu insanlardan belə biz futbolumuzda azarkeşlərin gəlməyini deyirəm meydana. Bax, onlardan biz yararlanmalıyıq. Karvan Yevlaxın azarkeşidir Sabir. Çağırın Sabiri, söhbət eləyin. Onun kütləsi var. Onun bir dəvəti, bəlkə də Yevlaxın məsəl üçün səhifəsində verdiyi bir dəvət, bir 50 adam, 100 adam oxumur. Amma Sabirin məsəl üçün bir verdiyi dəvəti 500 min, 600 min adam oxuyur qardaş. Ayso. Onlardan da hətta bilet də satıla bilər. Çünki bəli, o kinolarına filan bilet satırlar özləri. Hər bir şeydə yüksək səviyyədə onlardan istifadə edib azarkeş kütlələrini onların vasitəsilə stadionlarımıza gətirmək olar. Sumqayıt İmişli 1-0 hesabı ilə məğlub etdi. Gərgin oyun keçdi. Oyunun sonlarında dava oldu, konkret əlbəyaxa dava oldu. Mən orada ümumiyyətlə klub rəhbərliyi, Sumqayıt rəhbərliyi məşqçilər korpusuna şifahi bir xəbərdarlıq eləməlidir. Çünki acıların özləri çəkirlər, yəni ağrıların özləri çəkirlər. Əslində 4 oyunluq cəza məncə Saşa üçün çox artıq idi. Yəni dəhşətli şəkildə 4 oyunluq cəza verilmişdi, 10.000 də pul. Eyni reaksiya ilə cavab verən Ayxan Abbasova 1 oyunluq cəza verildi və 2000 manat cərimə. Düzdür, Saşa heç etiraf eləmişdi ki, təhqir var idi, amma qarşı tərəfi təhqir eləməmişdim. Sadəcə ani bir jest olaraq ağzımdan çıxdı və sonra üzrxahlıq elədi. Amma 4 oyunluq cəzalandırdılar. Bu oyunda da Saşa üçün köməkçi topu əlinə götürür, İmişlin futbolçusu topu istəyir, sonra aləm dəydi bir-birinə. Bunlar futbolda olur, dava hər iki futbolçuya əliyərək ev sara verdi. Amma mən maraqlıdır ki, penalti epizodunda 6 dəqiqə vara baxdılar. Mən ona da baxıram. Özü də əliyərək ev. İmişli həqiqətən də yaxşı futbol sərgilədi. Epizodlarla da, dəqiqələrlə Sumqayıtı da hələ epizoddan üstələdi. Orada epizod var idi. Qol epizodunda qapıya bir zərbə idi. Mən orada Rüfətin həmən zərbəni necə qəbul edib, əks istiqamətə çönüb vurması, yəni bir keyfiyyət idi. Rüstəm. Rüstəmin futbolçu keyfiyyəti idi. Oyun ümumən qarşılıqlı hücumlarla keçdi. Hər iki komanda yaxşı mübarizə apardı, yaxşı futbola baxdıq, yəni futbol sərgilədilər.
Gələk o VAR epizoduna. O VAR-da oturan hakim kim idi? Əgər sən baxıb ona qərar verə bilmirsənsə, bu cür havada cəmaatı 6 dəqiqə, 5 dəqiqə sən gözlədirsən. Yəni vaxtında qərarı verə bilmirsənsə, orada denən meydandakı hakimi çağır vara getsin özü baxsın. İndi savadlı bilikli hakimimiz var meydanda Əliyar. Amma bu VAR-da oturan hakim sən əgər isti yerində oturub burada bunu 4 dəqiqə, 5 dəqiqə müzakirə edirsənsə və 4 dəqiqədən sonra dənizin qırağı. Baş hakimə sən yönəldisənsə, mən baxa bilmədimsə, 4 dəqiqə sən ya yox idin sən yerində. Ola bilər, yox, görüntü də olmaya bilər, açığı. Yəni bunu baxır da bu fakt olaraq görsənir ki, 11 metrəcə bundan qabaq da belə epizodlar olmuşdu, yəni Araz Naxçıvan Neftçi oyunu xatırlayırsansa, Araz Neftçinin qol epizodu görüntü yox idi. Bəli. VAR-a təqdim olunacaq görüntü yox idi. Ola bilər ki, yenə görüntü olmayıb. Yox, indi görüntü fakt olaraq VAR-a təqdim olunan görüntü deyəndə biz CBC-də baxdığımız görüntülər təqdim olunmur ora. Olur. Eyni şey Amma elə olur ki, set getmir də, yəni siqnal ötürülmür. Hə. Ola bilər ki, siqnal ötürülür. CBC özü Yəni çəkir. 6 dəqiqə orada vaxt artırılmışdı. Demək olar ki, komandalar soyudu, təmiz. Tərk soyudu. Yəni Penalti qaçdı. Penalı İbrahim. səbəb olan Rüfət başlamış yerində isinmə hərəkətləri edirdi. Yəni adam penal qapısına penal veriləcək. Bunun səbəbkar budur. İsinmə hərəkətləri yerinə yetirir, donur. Yəni həmin vaxt insan bədəndə qan dövranı o qədər güclü olmalı, dövran eləməlidir ki, qapıma penal olur. Bu üşüyür. Yəni bu orada VAR-da yəni o düzəldərlər. İnşallah inanıram ki, Rəhim Həsənov gəlib. Yəni bu problemlər mən inanıram, güvənirəm Rəhim Həsənov bu problemləri aradan qaldıracaq. Penaltini İbrahim Əliyev vura bilmədi. Ümumiyyətlə imişdim bu mövsüm deyəsən 4-cü penaltidir. Yerinə yetirə bilmirlər. Səhv eləmirəmsə. Bizim əməkdaşlardan biri bundan bağlı yazmışdı ki, yəni bu qaçırılan penaltilər itirilən xallar deməkdir. Məncə biz xüsusi bir penalti vuran lazımdır. Yəni öyrətsin futbolçulara necə penalti. Sumqayıtda da Ramalinqonu neçə dəfə vura bilmədi. Bəli. Aldılar əlindən. Yox, burada da məsələsi burasında ki, dəyişilir. Almeida vura bilmədi, sonra Junior vura bilmədi. İndi İbrahim Əliyev vura bilmədi. Hamısı indi psixoloji bir şey gəlib. Dəyişir də, başa düşürsən? Yəni psixoloji bir təzyiq gəlib ki, bax o vura bilmədi, indi mənə veriblər. Mən də çıxdım vura bilmədim. Bir də götürdü ştanqaya vurdu. Biraz da yəni məncə kütləyə də oynamaq istədilər. Çünki Sumqayıta İbrahim Əliyevin oyuna buraxıldığına görə texniki məğlubiyyət verilmişdi, yadına gəlirsə. Və elə İbrahim Əliyevə də o nöqtənin, yəni təzədən Almeida vura bilərdi, Junior vura bilərdi. İbrahimə verilməyi də biraz, yəni həm mən belə fikirləşirəm ki, futbolçunun özünə də bir dəstəyidir ki, biz sənə inanırıq, sənə görə o 3 xal itirməmişik. Həm də belə ki, gir, hamıya göstərir ki, biz bax İbrahim Əliyevdən də xalımızı qazandıq yenə. Elə də belə də yenə də alınmadı, amma xal etdi. Yenə də xal etdi. Top dirəyə dəydi, qapıçının başına dəydi. Bəli, bəli. Yəni o da bir xoşbəxtlik də. Yəni mən özümdən götürürəm. Məncə Tanrı Sumqayıtla oyunlarda imişdinin xal qazanmasını istər. Yəni mənim epizod olub dirəyə dəyib, başıma dəyib, belimə dəyib girib. Orada dirəyə dəyir, yəni qırağa gedir, onun özünə bir xoşbəxtçilikdir qapıçının. Və son qarşılaşma Qəbələ Turan Tovuzla oynaya bilmədi. 24 dəqiqə çəkdi qarşılaşma. Bu oyun haqqında danışmağa gərək yoxdur. Bu oyunda saat 17:00-a təyin olunmuşdu. 2025-ci ildir. Bu dəqiqə mən baxa bilərəm ki, Antarktikada bu gün, sabah, 20 gün sonra hansı hava proqnozu olacaq, nə baş verəcək. Bir dənə zəlzələni bəlkə də bilmək olmur. Bilmək olmur. Onun zəlzələni bilmək olmur. Qalan hər şey dumanlı, yağışlı, çiskinli hava şəraiti, dumanlı, yağışlı. Bu hadisələri artıq əvvəlcədən bilmək olur. Amma Azərbaycan futboluna bu hadisələri bilməyi bacaran, bir öyrənmək üçün baxaq görək sabah Qəbələdə saat 17:00-da nə baş verəcək və yaxud da ki ayın 10-u 17:00-da Qəbələdə duman olacaq yoxsa yox. Baxmırlar. Ya baxmaq istəmirlər, ya baxmırlar, ya da ki vaxtları yoxdur. Ola bilər ki çox işləyirlər deyə vaxtları yoxdur. Amma saat 17:00-da Qəbələdə oyun salmağın hər hansı bir, nə bilim,
Mən ümumiyyətlə düşünürəm bu aylarda, yəni bu qış Quba və Qəbələdə, yəni hə, bu aylarda maksimum oyunlar 14-15:00-da başlamalı, start götürməlidir. Çünki dəfələrlə olub ki, Qəbələdə bizim məsələn oyunumuz qalıb, səhərə keçirilib. Bu birbaşa yox, klublar vaxt məsələsi də azarkeşlərin gəlməyinə görə də Qəbələdə azarkeş yoxdur. Ay PFL, ay AFFA, xahiş edirəm bunu başa düş. Qəbələdə azarkeş yoxdur. Qəbələ cəmaatı mən 100% deyirəm. İndi kimsə inciyə bilər. Bunun arxasında dururam. Qəbələ futbol klubunu sevmirlər. Valla sevmirlər. Gəlmirlər də oyunlarına, çempionat oyunlarına gəlmirlər. Son 10 ilin ən aşağı statistikası Qəbələ Zira oyunundadır. 85 nəfər izləyib. Onun da 40 nəfəri jurnalistlərlə operatorlar idi. Onun da 10 nəfəri PFL-in operatorları idi, Qasipsi Sportun operatorları idi. Saat 17:00-a oyunu salanda o demək deyil ki, 17:00-da Qəbələ Turantovuz oyununa stadion dolacaq 4700 nəfər, 4777-dir deyəsən stadion sayı. Səhv eləmirəmsə, elə olmalıdır. Azarkeşin hamısı gələcək. Gəlmirlər. Bunu azarkeşə görə edirsənsə, saat 2-yə salsan, saat 3-ə də salsan, oyun keçirəcək. 15 maksimum, yəni 15:00-16:00. Qəbələdə Qubada, axşam saatlarında istər-istəməz orada dəfələrlə olmuşuq, duman düşür. Yəni oyunlar həm keyfiyyətini çəkiliş baxımından, həm oyunda görüntü baxımından futbolçular da o qədər duman çökür. Bir də ki, məsələn, klublar da ki, yəni mən klublara haqq qazandırıram hər iki kluba ki, biri çempionluq uğrunda mübarizə aparır klubun, biri çempionatda qalmaq uğrunda mübarizə aparır. Sabah orada çəkiliş olmadığı halda, var olmadığı halda, məsələn, hansısa bir qərar versə Qəbələnin lehinə və ya Turan lehinə, komandalara psixoloji təsir edəcək, pis təsir edəcək və bunların, məsələn, xərcləri var. Turantovuz komandası gedir, orada qalır, yüksək xərclər ödənilir. Sonra bu çempionat digər vaxtlara keçəndə sənin qrafikində, oyun qrafikində, yəni komandanı düzgün tənzimləyə bilmirsən və sonra eşitdiyim qədər ki, demişlər ki, bu il ərzində, yəni yekunlaşmamış bu oyun oynanılsın. O da düzgün bir şey deyil. Çünki bu indidən bu legionerlərin, xarici futbolçuların getməyi haqqında hansısa biletlər alınıb, planlar qurulub bu. Yəni bunu səhərsi günə var sistemi ola, yəni çəkiliş ola, siz onu davam elətdirə bilərdiniz. Amma indi bu qrafikin, bu qısa məsafədə bu sıx qrafikin arasına salmaq elə bir klubların hər ikisinə bir zərbədir. Mən oradaydım. İndi adlar açıqlamayacağam. Bir klub deyir ki, sabah varsız oynayaq. O birisi klub deyir ki, yox, varsız oynamıram. Başqa vaxtda keçəcək. Digər klub da deyir ki, yox, bir də başqa vaxtda gələk, burada yığışaq, oyun keçirək. Məsəl üçün, çempionatı keçirən kimdir? PFL. Var maşını, ümumiyyətlə var maşını niyə qayıtmalı idi Bakıya? Mənə o çatmadı. Var maşını yox, PTS. Var maşını var idi. PTS niyə yoxdur? Əlavə bir PTS niyə alınmayıb? Bakıda sabahsı 2 dənə oyun var. Biri Sumqayıtda idi, biri Bakıda idi deyə Dalğa Arenada, Libanadina aradaydı. Ona görə PTS maşını getməli idi, qayıtmalı idi Bakıya, paytaxta. Belə çempionat olar. 2 dənə PTS-lə çempionatı yola verirlər. Yaxşı, bu PTS-imizin biri tutaq ki, xarab oldu. Xarab oldu, işte biri PFL-dən, YouTube-dan verəcəklər. Belə. Yəni gör necə bir çempionatda 2 dənə PTS-lə yola verirlər, 2 dənə var maşını ilə yola verirlər. Nə bilim, klublar istədiyini edir. Ki sən məsəl üçün PFL-sən. Sən konkret deməlisən ki, sən nə var? Sabah saat 16:00-da, 14:00-da oyun qaldığı yerdən davam etdirilir. Bizim varımız yoxdur. Əsasnamədə var. Oyunda çəkiliş olmasa, var olmasa, PFL-in istəyi ilə oyun keçirilməlidir mütləq şəkildə. Bu sən yazdığın öz əsasnamənin qərarına qəbul edə bilmirsənsə, sabah Qəbələ də ağalıq eləyəcək, İmişli də ağalıq eləyəcək, Zirə də ağalıq eləyəcək, Sumqayıt da ağalıq eləyəcək. Bax indi sabah bir dənə hadisə olsun Sumqayıtda, Sumqayıt deyəcək ki, yox, gələn keçir. Turantovuz deyir ki, gələn keçirsin. Mən təzədən gəlmirəm bu oyuna. Düz deyir. Yox, əlbəttə, var sistemi yoxdursa, adam çempionluq oynayır. Sabah oyunda bir hardasa neqativ al baş versə,
var ola onu hələ bir çətinliklə tapıb ortaya çıxardır. Var olmadan Bu problemləri özünüz yaradırsınız. Özünüz yaradırsınız. Sonra da kimsə etiraz edəndə başlayırsınız onu cərimələməyə. Cəzalandırmağa. Tənqiddən nəticə çıxartmaq lazım. Bəli, birincidən bax Qəbələ ilə Turan-Tovuz oyunu niyə sabahsı keçirilmədi? Dəfələrlə olub ki, keçirilib. Keçən il qar yağmışdı, Zirəs oyunu keçirildi. Turan-Tovuz, Qəbələ. Evet. 2 il qabaq. Onda bir dəfə də duman olmuşdu. Yenə Qəbələnin oyunu idi. Səhv eləmirəmsə. Tovuzda stadion düşdü, projektor düşdü. Səhər 12-də oyun keçirdiniz. Heç kim heç nə demədi. Onda da aparat olmazdı. Yəni valla mənə çatmır sizin bu işləriniz. Yəni amma bir dənə balaca klub olsa, məsəl üçün oynasa Karvan Yevlax Şamaxı oyunu dərhal ikisinə də dedizdirəsiz, razı saldırasınız ki, istədiyiniz də olsun. Yəni hamıya ədalətli olmaq, hamıya eyni cür davranmaqdır. Əgər Turan-Tovuz çempionluğa oynayırsa və ya da Qəbələ də əvvəllər Avrokuboklara oynayıbsa, onların hərəsinin özünə uyğun bir Azərbaycan futboluna xidməti var, sizin də özünüzün xüsusi xidmətləri var. Hamıya eyni tərzdə davranmaq lazımdır və sən əlvi vurmalısan stolun üstə deməlisən ki, çempionat keçirən mənəm, mən belə istəyirəm, vəssalam, qutardı. Qanun da mənəm, yazmısan əsasnamədə. Var olmasa, çəkiliş olmasa, oyunun keçirilməyi məqbuldur. Vəssalam. Yox, 5 il bundan qabaq, 10 il bundan qabaq nə var idi, nə çəkiliş var idi, qardaş. Bir dənə oyun verirdi ASTV 1, 20 il, 15 il bundan qabaq. Bir dənə oyun verirdi, o da Dağçı Neftçi Xəzər Lənkəran oyunu, məsəl üçün. Çünki baxılsın deyə. Keçirirdin də çempionatı. İndi nətər olur ya, bir dənə var yoxdur, şey yoxdur deyə keçirmirsən. Demək ki, problem var. Çox danışdıq, yoruldum. Sağ olaşaq. Sağ olaşaq. İnşallah gələn həftədə daha yaxşı futbollar izləyərik. Azarkeşlərimizə daha yaxşı oyunlar haqqında məlumat verərik. Sağ olun, salamat qalın, gəlin görüşürük.